sizdən əvvəlki maşının sahibi Egeri beynindən ayırtdıra bilər. Baxsan ki, ayağını qaza qoymamısan, qaz qalxıb taxometri göyə. 13 ildir bu sözü deyirəm. Sənə görə bir nömrədir də Volkswagen. Mənim üçün bəli bir nömrə. Adi bir detalda bir deyim də bir 3 qat baha olacaq. Opel'in daş qoyanı deməli Opel. Doğruluğu bilirəm. Bəli, adam Opel. Volkswagen daş qoyanı kimdir? Ferdinand Porsche. Dəyərli izləyicilər, salam veririk hər birinizi. Hər vaxtınız xeyirli olsun. Avtotəmir live efirinin yolunu gözləyənlər və bu gün biz iki klub adminini efirimizə dəvət etmişik. Opel klubun admini Ülvi dostumuz burdadır. Opel klub Azərbaycanda, daha doğrusu belə deyim də. Ülvi, xoş gəlmisən. Xoş gördük. Uğurlar arzu edirəm bu yeni layihəmizdə. Sağ ol, minnətdarsın. Və Volkswagen Garaj Azərbaycanın admini Elgiz dostumuz burdadır. Elgiz, xoş gəlmisən. Yeni layihəni təbrik edirəm. Uğurlu olsun. İzləyicilərə buradan deməyəm odur ki, Volkswagen-ə bağlı kimin nə sualı varsa buyursunlar. Deməli Volkswagen və Opel. Hə, buyurun. Volkswagen Garaj Azərbaycan. Çəkdirəm, hə. Buyurun. Hər ikisi Alman markasıdır. Yəni Alman markasını istifadə edən sürücülər daha çox bir-birinə hörmət edirlər. Fikir versə necə başlayıb birinci. Amma Opel-lə bağlı nəsə deməyə ehtiyac yoxdur. Onsuz tanıyan tanıyır ki, Opel necə Alman brendidir. Gürcülərdə bir məsələ var. Heç olmasa Opel'in də yoxdur deyə. Doğrudan bu kəlmə niyə o belə? məsələ ucu dəyişib də, deyir ucu Volkswagen-də yoxdur. Ya, Gürcüstanda Volkswagen yəni sürülən maşınlardan biridir. Sevilən avtomobillər. Bax, bir dənə söz deyim də, Türkiyənin özündə bu Passat B5-lər var ha. Burada Aha. 5-6 min olan. Türkiyənin özündə 12 min, 13 min də maşınlar. Orada Bu çox ən bahalı markalardan biridir. Bəli. Bizdə Volkswagen-in niyə bu qədər qiymət aşağıdır? Çünki əvvəldən ustalar maşının, markanın adını biraz bədnam elədilər. Aha. İndi şükür Allah, servisi var, ehtiyacçıları var, ustaları çoxdur. İndi öz o Azərbaycanda olan nüfuzunu qaldırıb. Yəni əvvəl kimi deyil də. Yəni əvvəl Volkswagen adı gələndə problemli maşın, marka kimi tanınır. Şükür Allah, sürücüsü də çoxdur. Sürənlər bilir ki, Volkswagen nəyə qadirdir. Özün danışanda belə baxıram üzünə, inanırsan nə dediyin amma, hə, həqiqətən. Mən özüm İndi- 13 ildir Volkswagen sürdüm. Baxdı. Bax, bu məsələdə doğrudan da mən səni dəstəkləyirəm. Niyə? Sən klub adminisən. Elə bil ki, belə deyim də, admini olduğun klubun markasını idarə edirsən də, Bəli. Volkswagen sürürsən. Bəli. Neçə ildir dedin? 13 ildir. 13 ildir. Bəli. Ülviyə baxa görə, Ülvi, Opel klubun adminisən. Hansı avtomobil idarə edirsən? Ürəyindən narahat olma. Hyundai Sonata. Hyundai Sonata. Niyə Opel sürmürsən, Sonata sürürsən? Opel də var, Astra F97-ci il. İkinci maşın kimi. İkinci maşın. Yəni əsas Onu sebab. sadəcə saxlayıb ki, bilirsən, saxlayıb ki, kimsə mənə nəsə deyəndə bunu deyim də. Yəni məndə də var da belə bir avtomobil. Bəli, ona görə saxlamışıq. Satmayacağıq. Bəlkə də Kubikin üstündə fasikici maşın var da. Gedir heç olmasa. O maşına vurulan yükü Volkswagen Liboy bir modelinə vur, əmələ gələn deyil. Bax Opelin bu üstünlüyü var da əslində də. Yük götürmə qabiliyyəti, kasbın malı. Yəni komfortdan başqa dözümlülük desən, motor desən, korobka desən, günü bu gün, məsəl üçün 2026-cı il. Elə Opellər gəlir ki, açırıq, qranatı hələ də zavod üstündədir. Yəni 500 min gedib hələ də zavod qranatı üstündədir. Elə bir Volkswagen modeli varmı? Qardaş desin. Var, niyə yoxdur? Mən görməmişəm. Görməsən göstərə bilərik. Çəkə bilərsən misal olaraq. Bu dözümlülük baxımından doğrudan dözümlülüyə qalanda. Bax Volkswagen-də sözü kəsirəm. DSG korobka, DSG də desən səhv eləmirəmsə, o özü problemlidir. Yəni bu qlobal bir şeydir. Elektronikasıdır, problemdir. Beyindir, problemdir. Opeldə bir dənə komfort yoxdur demək olar. Yəni Volkswagen bir üstün cəhəti komfortdur, bir də yolda Bir tutulmadır. əlavəm var. Mən həmişə Volkswagen, yəni bu DSG ilə 1.8 ən belə kaprizli motordur. Üstümə gəlir ki, belə-belədir. Mən yəni o söhbətlərin Son qoyması getdim özüm aldım onu. Aha. 1.8 Tesla motor sürürəm. Passat B7, DSG 7 korobka. Ən də kaprizli korobka deyirlər. Bəli. 6 ayda maşın məndədir. Bəli. Sadəcə o maşının sürmə tərzi var qardaş. Bir də motora qulluq eləmə tərzi. Sən gəlib həmin o Tesla motoru, yəni Volkswagen-lər yağa qarşı çox həssasdır. Alman maşınlarda yəni bu belə bir şey var. Onlar daha çox yağa qarşı. Yəni o nəsə keyfiyyətli bir yağ istəyir. Yəni o keyfiyyətli yağla o maşın olursa, məsələn mənim özüm 5000-dən bir yağ dəyişirəm. Özü əslində 95 döşməliyəm, amma qatqı ilə 92 ilə istifadə edirəm. 5000-dən bir yağımı dəyişirəm. Yağdan markanı düzgün seçirsən. Yağın marka əsas odur. Yəni markası Dobsk düzgün seçilməlidir. Hansı Dobska yağ getməlidir.
Əgər yağ söhbəti gəlsə bu markanı göstərək izləyicilərə. Bax, Havolline markasından rahat istifadə edə bilərsiniz dəyərli dostlar. İstər Volkswagen, istər Opel fərq eləmir. Yəni marka məsələsinə gəlincə çeşid bolluğu var Havolline-da. İstənilən markaya bax Havolline yağından istifadə edə bilərsən. İstifadə edə bilərsiniz daha doğrusu. DSK Düzülürsə sözünü kəsdim buyur. Gəldi karabkaya, DSK karabkası. Yenə də həmin DSK 7 idi. Yəni ən təhlükəli karabka sayılır onu. Aha. 6 ayda sürəm o maşını mən bir əslində çox ekonomdur. Mən əvvəlki Passatlarında məsələn benzin sərfiyyatından demək olar ki, çox fərq edir. Yəni istər bunun tras yürüşündə, istər şəhər daxili fərqlidir. Yəni benzin sərfiyyatında. Yəni maşını bilsin necədir? Maşın elə bir şeydir ki, ona baxmasan, o təbii ən belə dünyanın ən belə o təbii ki, deyirlər falan tankdır, nə bilim daşlayandır. O maşını da o baxmayan adama ver sürüsün, dağıdacaq o maşını. Yəni İzləyici yazır ki, Volkswagen al, qal ustada deyə bax belə bir mesaj yazıb. Mən İndi razıyam. bir söz deyim, onu deyən ustalar, insanların çoxsunu sual versə Volkswagen olub. Ya deyəcək ki, nə bilim qonşumda olub, əmmi oğlunda olub. Çox asan. Amma özü sürməyib deyirsən. Özü sürənlər də var. Nəsə təsadüfən gedir hardansa ucuz varı alır bir şey. O B5 hansı B5 var. Passat B5 əvvələ yol. Bizdə o modeli olub. Aha. Yəni aldıq bir dəfə Bərdəyə getdik. Aha. Qaydana kimi 3 dəfə qızdırdı. Qardaş, məndə o model olub. Mən buradan Tiflisə getmişəm o maşınla. Qayıtmışam, nə qızdırdı. Yəni indi bizim deyirsiniz ki, yəni deyin, biz də deyirik. Neçə almışdınız o zaman? Valla o vaxt 2000 neçədə almışdıq? Yadımda da öyle onu tam olaraq. Neçənci ildə neçə almışdıq? Volkswagen ən beləcək vaxtları götürüb 1.8 motoru 10 qırx yat tökürdülər. Patrovkalar zadı partlayırdı getdiyi yerdə. Getdi. Sən Opel sürmüsən? Opel olub 10 gün sürmüşəm. 10 gün? Niyə? Çünki o maşının dəyəri tapılmırdı. Bakıda uz karab kursası qalmamış onun dəyəri. Opel niyə biz sadə Opel hansı Vectra maşın? 2002 model. Nə problemi var ki? Maşın yüksək abortda 3-cü kursda, yəni bir də 4-də rejimə düşürdü. Bakıda özün deyən ustalar vardı ki, o Selektor zad dəyişmişdi. hamısı dəyişildi. Əvvəl radiatoru qoyuldu, maşın düzəlmədi. Axırda da o vəziyyətləri satdım. Ha, ola bilsin ki, Yəni Beyin belə əlaqələri amma bəlkə də o demək deyil ki, Opel pis maşındır. Yəni Opel Elgiz görsən, Belə Opel bir şey var. cümlələrlə seçir ki, yo, çox mən ümumiyyətlə xoşlamıram. Siyasət Hansısa bir olsun, markanı aşağılayam, nə bilim. Ya sənə görə Volkswagen öndədir, Opel öndədir. Təbii ki, Volkswagen. ya mən Sənə görə razı deyiləm. Volkswagen öndədir, məsələn Hyundai öndədir. Volkswagen. Sənə görə Volkswagen öndədir, Chevrolet öndədir. Təbii ki, Chevrolet'in də olub, mən Volkswagen'im. Volkswagen yoxsa Mercedes? Hər ikisindən sürmək istəyirəm. Olub. Yox, hansı öndədir sənə görə? Mənim üçün Hansı daha Volkswagen. yaxşıdır? Volkswagen. BMW yoxsa Volkswagen? Volkswagen. Mən Volkswagen- 13 ildir bu sözü deyirəm. Sənə görə bir nömrədir də Volkswagen. Mənim üçün bəli bir nömrədir. Amma o demək deyil, BMW pis maşındır. Yox, sadəcə bu mənim şəxsi fikrim. Yəni durub orada Sən kimsə BMW ilə müqayisə edəndə BMW-nin nəyindən yaxşıdır Volkswagen? Hə. bax biz müqayisəni nətər aparırıq? Həmişə zapsas alanda deyir ki, məsələn mən sual verirəm, qardaş, Polo almaq istəyirəm, zapsası ucuzdur, baha deyirəm ki, nə ilə müqayisəsi? Deyir ki, Çeşka ilə Polo müqayisə eləyirlər. Hə, müqayisə düzgün deyil. Müqayisə sinifə uyğun aparılmalı, klasslara uyğun aparılmalıdır. Hə, hə. Marka ilə yox. Polo'nun klassına Mercedes'in hansı klassı ona uyğun aparılmalıdır. Və hətta BMW-də həmçinin. Yəni burada klasslara bölünür. Orada qiymət fərq eləyəcək. Yəni da getdi o 95-in çeşkası ilə hər şeyi müqayisə etmək. Valla bu dəqiqə 95-in çeşkasının zapsası bu dəqiqə hamısına bahadır. Tapılmır. Volkswagen klub Azərbaycan neçə ildir fəaliyyət göstərir? Volkswagen Garaj Azərbaycan Qaraj Azərbaycan, bəli. 3 ildir. 3 ildir fəaliyyət, 3 ildir. Gənc deyil, belə gənc. Bizdə əvvəl bir qrup var idi. O 2017-ci ildə yaranmışdı. 2017-də. Sonra ona dava düşdü. O dava düşmədi. nə oldu? Sadəcə mən oldu? bir il ümumiyyətcə sosial şəbəkələrdə araşdırma görə Hə. qrupu dostlarımıza, digər dostlarımıza təhvil verdik. Ona görə də mən Klubda orada- qazanc olur ümumiyyətlə. qrupdan qazanc. Sayım da sizin pulunuzu. Olur klubda qazanc olur yoxsa yox? Yox, bir digər admin Yox, var. niyə orada. soruşacağam, elə belə sizdən Yox, soruş. qazanc yox. Fan klub da burada nə qazanc var ki? Nə qədər izləyiciniz var? Hal-hazırda 6200. 6200 hamısı da vaxt sürəndə yoxsa Üstlərində başqa marka sürənlər var, amma aktivdir qrup. aktiv qrupdur? Orada məsələn həm ola bilər kimsə əziyyət çəkirsə, həm təmir məsələsinə kömək edirsiniz. Əlbəttə, təmin Sırf vaxt sevənlər də, yəni bir aya toplanmısınız. Bizim ustalar buradan Lənkərana gedib maşın düzəlib gəlib. Bu bizi qalıb yolda ailəsi ilə Lənkəranda gedib onu düzəlib gəliblər. Sağ olsunlar. Həmin adam bəlkə də burada İzləyir bizi bəlkə də. bəlkə də təsdiqləyə bilər. Bəlkə də. Ülvi Opel klubu Azərbaycanın nə qədər üzvü var?
35 min. 35 min neçə ildir fəaliyyət göstərir? 12 ildir. 12 ildir. Opel sevənlər bir arada. Nömrə Mən 1 Opel klubudur. Nömrə 1 özdə. Mən yeganə klubdur ki, Opelə bir söz deyə bilmirəm. Nəsə ürəyim ağrıyır Opelə bir söz deyəndə. Çünki Opel o qədər sıxırlar ki, hər yerdə. Mən də burada Opeli sıxmış kimi sayılmasın da. Nəsə Opellə bağlı indi məsələn bura Mercedes gələndə Mercedes-ə nəsə deyirəm, ya Chevrolet gələndə Chevrolet-ə bir şey deyirəm, amma Opellə bağlı indi özü də Elgizin özü də qeyd elədi ki, heç Opelin də yoxdur. Yəni elə cümlələr, elə sözlər var ki, ya o indi gülmək məqsədindən bir xalq arasında yayılan bir sözdür. Hamının ağzına düşüb deyirlər. Yəni belə bir şey deyim də, bu Priuslar BD-lər gəlməmişdən qabaq illərdir şəhərdə demək olar taksilərin 90% bir Opel olub. Opelin hansı modelləri idi? 3 dənə, 2 dənə Volkswagen gördünüzsə, qalan hamısı Opel idi. Astra modelləri, Vectra modelləri. Qurtar vadisində belə Polat Vectra B sürürdü, Astra C sürürdü. Qurtar vadisi sevənlər. Bəli. Nə deyim? Sonradan yavaş-yavaş Astra H-lar gəldi. Onlar da özlərini doğrultdular. Məsəl üçün 1 milyon gedən maşınlar var. Yəni zarafat deyil. Bayaq dediyim kimi. 1 milyon gedən. Bəli, 1 milyon gedən Astra H 1.3 dizellər var ki, 1 milyon gedib. Sıfırlanıb təzədən gedir. Volkswagen-də var 1 milyon gedən. Volkswagen-də var, amma ustuya gedir. Bir çatmır da yəni. 1 milyon gedən Kataloqun var nəsə? Bizim efirdə 700 min gedən bir Golf var idi. Hələ ili təzə idi. 2003-ün Golfu idi. 700 min getmiş. Yəni hələ o da qalib gəldi. Yadım. Bəlkə də var. Bizim efirdə sənə paylaşmışdılar. Şəklini atmışdılar. 1 milyon vardı, 800 min vardı. Yox, Opelin yürüyüşü daha çoxdur. Mən motor açılmadan. Hə? Motor açılmadan. Yox, açılmadan gedən 1 milyon var. Açılmadan. Azərbaycanda bəli. Var. Lənkəranlıdır. Yəni ağlım Volkswagen-ə getməsin. Opeldə var belə şeylər yəni. Volkswagen-də də var, bəlkə də mən qarşıma çıxmır. Yalandan durum deyim, hə, var, yox. Qarşıma çıxmır da, yəni. Bu qədər, yəni adminlik fəaliyyətin var, elə bir dənəsini görməmisən, 1 milyona yaxın Volkswagen. Yəni qrupda heç vaxt elə kiməsə sual verməmişəm ki, ver də, ver hamısını test eləməsi. Söhbətdən asılsın. Bir dəfə yoxlayarıq, problem yoxdur. Necə alınası və hər ikisi də mənfi və müsbət cəhətləri var. Bir sözlə pis maşın yoxdur deyə 22 yazır göndərir bizə. Düzdür qardaş. Razıyam qardaşım. Yaxşı, yazıb ki, razısan, sonra yazıb ki, hər ikisində mənfi və müsbət tərəflər var. Volkswagen mənfisi Opeldə deyil, bütün markalarda. Mənfisi deyim də, Volkswagen yəni elə bir markadır ki, o yağa qarşı həssasdır. O mənfidir. Mənfidir əlbəttə ki. Bu tək yağla düzələsi məsələ deyil. Bunun korobkasında problem, o elektronikası, bütün qardaş, maşın başdan ayağa elektronikasında problem var. Bu DSG korobka hamı elə bilir ki, bir dənə Volkswagen-dir. Sizin xəbəriniz var, təzə gələn bütün markalarda hamısı DSG-dir. Yox, təbii ki, bilirəm. Volkswagen korobka istehsal eləmir. Beyinlə bağlı problemləri olur çoxunda. Sonra yağ azalma çoxunda var. Bu sualların yəni mənə qarşısını almaz. Özüm 6 ayda o maşını sürürəm. Bu maşın aşağıdadır. İndi 6 aydan sonra bilinmir də nə olacaq. Məndən özü ən yuxarı probektdir məndə. O bəlkə şəhərdə 295 min evrəyəm ağrıyır sənə. Elgiz bu Vaqla bağlı ümumiyyətlə kimsə nəsə yazır, sən o qədər sevirsən ki, bu avtomobili fikir verirəm ki, sənə. Sən gedirsən bilə-bilə onu tapırsan, onu sürürsən, elə bir ki, kütləyə sübut eləməyə çalışırsan ki, qardaş, problem yoxdur burada. Mən onu sübut eləmək istəyirəm ki, maşına baxırsansa maşının problemi. Sən niyə özünü belə şeylərə məcbur edirsən? Nə vacibdir ümumiyyətlə? Mən bu qrupun rəhbəriyəmsə, mənə sabah sual verəndə mən o sualın rahatca cavab vermək üçün. Çünki adama qayıdıb mən durub orada bir nəfər orada paylaşım elə ki, 1.8 motor Zamoto maşının əmlə. Mən özüm sürürəm. Rahatlıqla durub hər şeyi yazacağam orada. Mən indi canlı yayımdan sizə fikir verirəm ki, sizin ikinizin də başında tük yoxdur. Bəli. Bu keçərlər bu yox, bilsin bu nə? Opeldə, Volkswagen-də sizə əziyyət verirəm əlli başda. Deyəsiz ondan da. Hə. Məncə ondan deyil. Başqa sən bu boyda kütlənin qabağında dayanmısan, o stressdən də hamısı əsəbdən də baş verir. Bir məsələ var, keçərlər bir mələkdir. Keçərlər bir mələk idi. Yaxşı cavab idi. Nə qədərdir sənin avtomobilin yürüyüşü? 295 min. Getmir ya avtomobili. 2011-in maşınıdır, 15 ilin maşınıdır. Nə olsun 2011? 295 min nədir ki 2011-ə görə? Az deyil. Məndən əvvəlki sahibi az sürüb də. Mən demək olar ki, hər həftə rayona yeyib gəldim. Ən çox probek o maşını mən alanda 287 probek vardı. Çox azdır da. Yəni biri götürəndə o avtomobil. Opel, oyunun Opeli. Əvvəlki sahibi risk eləməyib sürməyə. Dağılacaqdı ya. Hər an hər şey ola bilər. Mən bilirsən nə maraqlıdır gəlir. Mən ki, qardaşa da sual verim. Təzə model Opel-ni şəhərdə görmürük. Çünki qiyməti bahadır, detalları bahadır, tələb azdır.
Məsələn, təzə model sən nə deyə bilərsən? Astra K-ları deyirsən, Yaxşı, misal üçün yəni 40 Opelin həqiqətən də yəni Opelin mokkası yaxşı var da, düzdürmü? yaxşı modelləri var, marka şeyi Yox, var. mokkası var da, onun yenisi mokka idi yoxsa yox? Astra- Astra J-lər var, Astra Astra J-lər K-lar var. var. Onlar yavaş-yavaş şəhərdə çoxalır. Prosta Neçənci ildir qiyməti ki, bahadır. 2020 var, 2017-lər var. Yox, onu demirəm. 2024-ün avtomobil olmalıdır, 2023 Opel Mokka olmalıdır. Mokkalar var. O Sadəcə da qiyməti desən 40 neçə min. 40-45 min arasıdır. Sıfır avtomobilə pul verməyə dəyər ona o qədər pul. Vallahi Qardaş bir dəfə Karabka dedi mənə. Demək bir dostumuzun Opel Corsası var idi. Variator korobka. Karabka dağıldı. Karabka neçə olsa yaxşıdır. Hardasa mən 6 ilin söhbətini eləyirəm. Avtomobil neçənci ildir? O 6 il bundan qabaq, demək 2021-də o maşın da o 1 ilin maşını, hardasa 2020-də də olardı Corsa. Karabka dağıldı, təzə Karabka neçə olsa. Sadə yaxşıdır. avtomat üstündə. Bilmirəm nə Karabkasıdır. Neçə olsa, təqribən nə qədər olar Karabka? Təzə qiyməti? korobka yoxsa işlənmiş Təzə, korobka? təzə. Sən bunu Təzə deyirsənsə korobka- yəqin bahadır. Təzə korobka baha olar. Yəni onun gətizdirməyi də var da, yəqin ki Dubaydan tapıb gətirir. 13 min az yiyin. 13 min? Hə. Yəni Volkswagen-də belə deyil təzə sürətlər qutusu. Mən yəni 13 min az yiyin Volkswagen-ə Karabka görmüşəm. Yox. Burada yeni Volkswagen-lərin. Deski 7-lərdir, 6-lardır, məsələn Asin Karabkalardır. Hə. Təzəsi yəni 13 min. İndiyə qədər yəni hələ 2020-də 19-un maşını 20-dən söhbət edirsə, yəni 1 ilin söhbətidir elə bil. Yəni onlarda variator edir. Hə? onlarda variator gələnləri də var, amma onun hamı təzəsini almır. İndi adam var deyə O qədər kaprizin adamı idi. Deyir ki, yox, təzə almalıyam. Bunu izah eləşir ki, təzə Karabkanın qiyməti budur. Vallah qardaş 92-nin 07-sini yəqin yazmaq istəyib sürürəm. Nə qədər pis olsa 45 razmer ayaqqabıdan yaxşıdır vallah. Düz deyir də, ayağın yerdə götürür. Maşın ayağın yerdə götürür. İşini həll eləyir maşınla sonra. Əsas ən pisi olmamalı. Doğru. Opel'inizdə yoxdur yəni. Qardaş 2012 Opel dizel necədir? Alım ya məsləhət nədir? Özüm Opel H sürürəm. Tərindən elə kök qardaş səsidir. Astra H-ı da sür. Astra H almasın. Çünki detallar arası adi bir detalda bir deyim də bir 3 qat baha olacaq aldığım modelin detalları. Həm də hər dükanda tapılan deyil. Sadə mühərrik, sadə sürətlər qutusu Volkswagen hansı modeli məsləhət bilərsiniz? Məndə B7 olub deyə yazır göndərir. Nə məsləhət? Qardaş B7-dən sonra B7-nin məsələn sadə istəsə 2.5 motorunu sürə bilər. Sadə sürətlər qutusu, Bəli. sadə mühərrik. Bəli, 2.5 motoru. B7-nin ilə 2.5-ini alsın. Bəli, 2.5. Başqa nə məsləhət görərsən? Belə götürəndə B7 sürsə B7. Jet də ala bilər hal-hazırda 1.4 motor, amma turbo motoru da olacaq. Karabka isə sadə Karabka olacaq. Aha. Bəli. Samir bəy yazır ki, qardaş Ford Fusion yoxsa Hyundai Elantra? Ford Fusion yoxsa Hyundai Elantra? Ford Fusion yoxsa Honda Elantra məsləhət bilərdim. Bir Opel admin klubun admini olaraq. Mənim bir moderatorum var. ikisindən də. Aha. Demək o İlkin buradan salamlayıram. Aha. Polosu vardı. Aha. Polonu satdı. Jet alması. Tələsdi, dedim tələsmə, maşın taparsan. Getdi Bəli. məndən xəbərsiz bir dənə Ford Fusion aldı. 2 dəfə motor yığdırıb, indi 3-cü dəfə yenə motoru dağıldı. Bir dəfə motoru aldı, bir dəfə yığdırdı, indi 3-cü yenə dağıldı. Dostumun atasında da var idi Ford Fusion 1.5-də deyəsən onlarda. Məsələn tapılmırdı, antifriz hara gedir. Dedim bir qalovkanı yoxladı. 3-4 yerdə yoxladı, tapamadılar. Axı bir usta dedi ki, nəsə çatı var blokda, nəsə bir şey var, bilinmir hardansa qalovka problemi dedilər. Bəli. Elə oldu ki, buna 2500 pul oxudular bu düzəltmə söhbətinə. Elə də satdı maşını. Yo, bu o deməkdir, İki dənə Ford Fusion maşınlar pis var. maşın. Sadəcə yəni maşını ümumiyyətcə mən həmişə quluzlarına deyirəm ki, maşın alanda bu Volkswagen sürənini alanda, yəni biri var təsadüfə kimsə əlinə gəlsin, biri var bu adam sürür, mənim kimi illərlə sürür. Sevir avtomobil. Sevir. O elə adamlardan maşın Mən alanda. sənin kimi adam problem olmaz. görməmişəm ya da Volkswagen-i sevən. Onu Məndən bildim. kim maşın alıbsa, yəni həmişə odur. Sən deyirsən maşını satmaq Mən istəyirsən. inansan bir dənə B5-im var, qardaş deyir B5-im vardı, belə Gürcistan yepyeni maşın. Elə belə qrupda yazdım ki, bir dəli şeytan deyib bunu sat. Gecə ilə gəlirlər 8700 manat aldılar o maşını. Azərbaycanda B5-i 8700 satmaq yarımçı nə deməkdir? Neçənci ildə? 2000 maşını satdığım demək 2022-ci il idi. Sonra salam usta, salam. Çeşka CDI 98-ci ildir. Remen tərəfdən fışıltı yaranıb bu gün və nədən ola bilər deyə bax belə bir sual Fışıltı var. dinamo remeninin üstünə su tökün, səs gələn vaxtı. Maşını bir yerdə saxlayın, söndürməyin. Dinamo remeninin üstünə su tökün. Əgər səs kəssə, deməli dinamo remenində problem var. Remen Remen dəyişməlidir. quruyub. Yox, əgər səs kəsməsə, orada fışıltını hansısa bir natişdilin roliki ya hansısa bir başqa bir rolik verə bilər, bildiniz necə? Yenə də öz ustasına göstərsəz yaxşıdır.
Opel'in bir üst dizaynını almağa dəyərmi deyə Cəfərli soruşur. Təbii ki, əgər ev iş gedib gələcəksə 1.4 daha məsləhətdir. Yox, əgər taksi işində məşğul olacaqsınız və yaxud rayonlara sürəcəksinizsə, yəni uzun kilometrajlı mənzillərə gedəcəksinizsə, hə, 1.3 məsləhətdir. Alanda bir dənə Maxavik Çaşka Ferdo setini yoxladın, sepin səsini yoxladın. Bu qədər. Allah köməyiniz olsun Samir bəy yazır, sağ olsun. Nissan Sentra Amerikanka necədir? Nissan Sentra Nissan Sentra ilə mənim bir xatirəm var. Karpa dağılıb onda da. Yox. Hə. Mən Volkswagen gəlişim Nissan Sentra'da keçib. Necə olub ki o? Demək Sürdün. Hə. 2013-cü il idi. Bəli. Maşın almağa getmişim. Dedim bir də sıfırdan. Başıma oynaşdım işləmiş maşın. Dedim sıfırdan bir dənə maşın alım. Aha. Gəldim Nissanlara baxdım, Sentra vardı. Aha. Maşına baxdım, o üçün bəyəndim Sentranı. Aha. Dedilər sənədləşmişik, biraz gecikir. Mən 5-ci gün getmişim, saat arası 3-4 oldu. Birinci gün yaxınlaşın, Bəli. gəlib götürsün. Bəli. Nəsə mən də o evdən çıxmışam, maşınsızam. Deyirəm yox, nəsə almalıyam. Evə ələ boş qayıtmalıyam. Gəldim o vaxtda Babək prospektində Siyat Bakı mərkəzi vardı. Bəlkə də yadınızdadır. Aha. Cahan Motorsun yanındaydı elə. Siyat Talio'da gördüm, aldım onu. Bəli. Onda mən Siyatı alanda bilmirdim ki, bu Volkswagen qrupa aiddir da. Yəni bu motorlu Volkswagendir. Yəni sırf eyni bir Polo'dur, sadəcə biraz dizayn fərqi var. Aha. Bunu alandan sonra mənə başladılar ki, bəs şeydir. Sən nə eləmsən? Volkswagen almısan, belə eləmsən, bu dağılacaq belə. 3 il o maşını sürdüm. Bəli. 3 ildə 97 min probeklə o maşını satdım. Problem də olmadı. İndi həmən ikinci kimdədir? İş yoldaşımdadır. O maşını sürür. Nə qədər gedib? 200 min. Soruşmamışam. Yox, çox sürür o maşını. Volkswagen Passat B6 2 TFSI soyuq halda qeyri-müntəzəm edir. Nədən ola bilər deyə bax belə bir sualı var. Farsunkadan ola bilər o. Farsunkanı yoxlatmaq lazımdır. Farsunkanı yoxlatmaq lazımdır. Çünki Farsunkada da olanda qızandan sonra düzəlsə Farsunkadan ola bilər. Ayxan bəy, siz sual işarəsi yazmısınız, sualı görmürəm, işarəni görürəm sadəcə. Opel Astra H14 necə avtomobildir deyə yazıb göndərmişdilər bizə. Mən o mesajı artıq itirdim, tapmağa çalışacağam. Opel Astra H-la bağlı bizə sual var idi. Yazmışdım Mesajlar necə alındı, maşındır. gəldi. Oxumuşdum mən. O necə maşındır yaxşı? Əla. 2005-ci il universal tapdım. Əla. 0.14 hansı yağ töküm? Havoline qardaş. Bax yağ markası soruşan şəxslər. Gəlin sizə bir məhsul göstərim. Havoline markası. Bax adı da yadda saxlayırsınız. Bunu da hər zaman deyirəm. Yaxşı məhsullar da Azərbaycanda var. Amma bizdən məsləhət almaq istəyirsinizsə, sınaqdan çıxmış bir məhsuldur. Uzun müddətdə Azərbaycanda var. 20 ilə yaxında Azərbaycanda satışı reallaşdırılır. Havoline markası Amerika brendi, Chevron şirkətinə məxsusdur və Texaco Havoline yağlarını da siz avtomobilə süzə bilərsiniz ki, yağla bağlı marka istəyənlərə də belə bir cavab vermiş olaq. Belə bir sualım var. Çeşka almaqdansa gedib Volkswagen almaq daha yaxşıdır. Mən ilindən söhbət gedir. Yox, İli təzə maşın alsın qardaş. Belə deyək də, Çeşka ili sən 90-cı illər nəzərdə tutursan da, yəqin ki, düzdürmü? Maksimum 2000-ci ilə qədər. 2000-ci illə qədər. Yaxşı. 2005-ə qədər olan Volkswagen almaq daha yaxşıdır, məsləhət görürsən? 2005 məsələn Passat B5-ni ala bilər. Çeşka almaqdansa, Yaxşısını tapsa. 98-in Çeşkasını almaqdansa, Yox, Teşkanın yaxşısını tapsa, ya Volkswagen yaxşısını tapsa, ikisinin də yaxşısıdır. 2005 Volkswagen Passatdır, 98-in Çeşkasıdır. 2 dənə Çeşkanı da sürsünlər. Passat B5 də sürsünlər. Hansı dinamikdir, komfortdur? Dinamik komfortu cəmaət çoxu dinamik komfort axtarmır axı. Ev, iş, rayona sürmək üçün dözümlülük. İndi Volkswagen heç Opel də qoy, Opel olsun belə Mercedes Teşkiyə sata bilməz yəni o dözümlülük söhbətində. Məsələn bizdə var 95-in bu günə kimi bir dəfə motoru yığılır. Dözümlülük də gedib, maşının Yox, deyir yaxşısını tapsa, 98-də yaxşısı tapılsa. 13.000 14.000-dir. Mən 13.000 14.000-də gemliyə köynəm 97 maşın alıram. Passat B5-də Passat almıyorum, gedim başqa bir şey alım. Getsin məsələn 13.000 14.000. Yox, söhbət ikisinin arasından gedir. Passat B5-dənsə Çeşka almaq daha məsləhətlidir, amma belə götürəndə. Necə başa düşürəm. Demək istəmirəm. Gözlərlə baxıram. Qardaşa sözüm nədir? Yəni 97 bu ili təzə o qiymətə. Məsələn, Yaxşı, 98-in Çeşkasındansa Jetta almaq daha yaxşıdır. Əlbəttə ki. Jetta neçənci ildir? Məsələn 13.000-ə qardaş gedib rahat alacaq 2013-ün 12-nin Jettasını ala bilər. Hə. MK6 Kuza. Və ya da yaxşı vəziyyətdə MK5 Kuza ala bilər. 98-in Çeşkası mı? 2009-un
Şəhərlərdə yazarsınız 98-ci seçkası mı, yoxsa 2012-2013-ün Jettası mı? Yəni 98-ci Jettasından müqayisə eləməlisiniz ki, getdiniz 2012-yə. 98-ci Jettası bilirsən nə dözümlü maşındır. Mənim özüm deyil. Mercedes qədər o. 1.6 motor. Yox, indi mən o illər olar da o özü deyil də, Çox deyir. dözümlü Seçka maşın. 12-13 milyon vermədənsə Jettaya verərəm deyir. Yəni qardaşa sözüm nədir? Yəni Allah hər kəsə pullayacaqsa, yəni təzə maşın alaq da qutaraq bu Çeşkada, nə bilim. Yox, o Yeşkada. təbii ki, söhbət başqa cür başladı. Başqa yerə getdi, çıxdı. İki dənə eyni ilin Demirəm, maşınından söhbət. Çeşka pis maşındır. Sadəcə indi yaxşısını tapmaq çətin məsələdir. Söhbət bundan gedir. Vaxt Zamanın maşını oldu, yəni vaxt vardı. Azərbaycanda hər adam Çeşka sürə bilmirdi. Yəni belə falan kəsin Çeşkası var. bax yaxşı, bax Mercedes-də məsələn Çeşkadır, Yeşkadır. İndi bu BMW-nin müəyyən seriyalarıdır. Öz sözünü deyiblər də. Hegemonluq eləyiblər bir bazarda, bizim Azərbaycanda. Volkswagen-in belə hegemonluq eləyən bir markası, Mən bir söz bir deyim, modeli daha bir doğrusu söz olub deyim. hansısa biri. Həmin illərdə Hə. girin dünya tarixi, avtomobil satışında tarixinə baxın. Hə. Volkswagen hər zaman irəlidə olur. Birinci, ikinci yerlərdə. Hansı modeli? Marka olaraq. Marka olaraq Ən çox satışda. satı Golf olur. Azərbaycanda belə hegemonluq elədiyi bir zamanlar olub ki, bu bir modeli ilə belə deyək də daha öndə olub. Var elə bir model. Golf. Golf. Golf sürənlər Golf. Yəni sizin Golflar çox- Volkswagen-in şah əsəridir də Golf bizdə. et şah əsərdir bəli. Golfun neçənci illədir? Bax hal-hazırda Golf sürən dostlarımız var. 2002-2003 modellərini sürürlər. Baxırlar, adamlar maşına baxır, həvəskardır. Buradan tapa bilməz apsası gəlib xaricdən gətirirlər, oradan gətirir. Amma adam sürür də, yəni bunu yaşadır. Yəni golf daha öndədir deyirsən. Bir də ki, bax bir dənə 98-ci Çeşkasını götürün, bir dənə 93-ün Golfunu götürün, qaldırın podiyomkaya. Altının vəziyyətinə baxın. Kimsə sürüyən Volkswagen görüb, Bilmirəm, onun dəmirçilər yaxşı deyə bilərlər əslində, ona baxanlar. Alman markalarının içində yeganə markadır ki, Volkswagen sürmə söhbəti yox. Yaxşı, Opel-ə də aiddir bu sual əslində Ülvi. Opel-in belə hegemonluq edən, bazarda sözünü deyən, avtomobil bazarında sözünü deyən bir modeli olub. Ona Opel- belə sinəzinə döyəsiniz ki, bizim bir modelimiz vardı. Məsələn, Elgiz deyir ki, Golfumuz var idi 2002-2003-də. Golf dünyada hamıdır. Volkswagen-də Azərbaycanda da ilk söz yadaşın Golf olur. Opel-in elə bir modeli olub ki, ümumiyyətlə, Bu sən deyəsən ki, Golf qardaş, Azərbaycanda il var idi. 2 il hegemonluq eləyibsə, Opel demək olar ki 2020-yə kimi hegemonluq eləyib. Yox da, elə deməyim. Yo, elə Mən hansı deyirəm modeli də. yaxşı? 93-dən bu yəni Astra F çıxandan indiyə Astra kimi. F. Bəli, Astra modeli. Burada bir qardaş yazır ki, Passatı hava versələr rasxoddur. Qardaşa sualım var. Mübariz gözəl oldu. Əsəbləşdi. Hansı markada Passat Volkswagen sürürsüz? Hal-hazırda varmı, olubmu? Problem nə olub? Bax, insanları bəzən qınamıram. Düzgün ünvana ustaya getməyəndə, usta bir şeyi düzəltməyə əvəzinə vurub 5 şeyi qıranda, adam istəsəməz gözündən düşür o marka. Belə aqressiya yaranır. Aqressiya yaranır. Yəni bu markada elə bir şey var. Yaz qardaş, bax nə hansını Mənim bir 95-ci Çeşkam vardı. Aha. 3 dəfə cəhd elədim rayona gedim, Ağcabədiyə. Çeşka ilə. Hə, ən maksimum Ürəkbatan qurğuna qədər gedirəm. Bəs yaxşı da. Allah hamd olsun. vallahi. Birdimi? O Çeşka səndə səs olub da. Gedə bilmirdim, Çeşka ilə qardaş. gedirlər axı. Bir ustam var idi. Hə. İndi Səndə pis olub onu. bəlkə də yaşdaşı və bəlkə də dustsalıq eləmir. O mənə dəfə deyir ki, sən nə vaxtsa bura bunu sürüsən, gətirə bilərsən sən özün. Sən pisini almısan da. İndi reallıqdır da. Bu ümumi deyə bilərsən ki, Yox, Çeşka. indi Çeşka pis deyil. Yəni ki, salamatını tapmaq çətin məsələ qardaş. Onu deyirəm. Yaxşı. Deməli, izləyicilər nə yazır? Onları tez-tez oxuyaq çünki belə görürəm ki, bizlə dalaşacaqlar. Opel H boğulma nədən ola bilər? Boğulmanın əslində o tapmaq lazımdır. Bir usta yanında olmalıdır ki, usta sizə desin də bu boğulma nədən. Düzdür bir. Opel-ə baxanda ustalar var. Sizə kömək edə bilərlər təbii ki. Bizə WhatsApp-a yazın, sizə nömrələrini göndərək. Nə olsun, hələ də deyir, nə olsun, eləyə qalanda Opel-də deyirlər xalaqızıdır. Sənə və salam. Aldın üstündə qalır. Amma Opel pis maşın deyil. Doğrudan bu məsələ də var idi. Deyir, sizin Opeliniz yoxdur. Bir də bu xalaqızı məsələsi də var. Ülviyə sərf eləmir, Ülvi danışmır. O söhbətə mən cavab vermirəm. Ona ümumiyyətlə Opel klubda belə bir qayda var. Kimsə orada şərtdə Opel klubu Azərbaycanda xalaqızı yazan kimi bloka gedir də birbaşa. Bəli, avtomatik blokdur. Doğrudan elə də, yəni orada belə onu necə eləmisiniz ki? ümumiyyətlə? Avto önləyicilər var da, qrupda Deməli, qoyuruq. sizin avto önləyici olan hissələrə toxunaq da. Opel klubda kimsə xalaqızı söhbətini yazsa, o bloklanır. Opel Sonra nə var? kim pisləsə, yəni söyüş təhqirə layiq sözləri demirəm, onlar onsuz blokdadır. Opel kim pisləsə, Bəli. misal üçün, kim reklam eləsə, Nəyi reklam eləsin? misal üçün bizim işlədiyimiz qrup ustaları var, klub Kimsə ustaları. usta özünü reklam eləsin. Bəli, bəli. Bu başqa ustaya bir cavabdehlik daşıya bilmərik. Misal üçün motor yığılır, bir problem olur. Qrupda yazır ki, getdim filan ustanın yanına motor yığdım.
Deyirik kimdir, baxırıq başqa ustadır. Halbuki o hansısa üzv yazılan nömrəni. Hə, girib qrupda yazır ki, girib kimsə deyirik ki, məsləhət bildi qrupdan. bizim də Bizə başımıza deyirik ki, gəlir. qardaş, Ona görə bizdə də o bizim qadağalar klubun var. ustası deyil. Biz buna cavab deyirik, daşıyanmarıq. Amma öz klub ustamızda Şəxsi də yazsın kimi öz klub ustamızda problem olur. Danışırıq, razılaşırlar, yoluna qoyuruq. Bu qədər. Sizdə nədir Bizdə bloka getmək? qadağa hansısa bir nömrə qoymaq çünki ən çox insanlar ziyan çəkib bu bəzi belə deyək dələduzlar var. Kartla bey alırlar, nə edirlər insanlar. Nömrə qoymuşuq. Yəni qadağa bir odur. Başqa qadağamız yoxdur. Orada Gülsün biri yazıb Bosvayın ki- haqqında tam demokratiyadır. Püstəsin, tərəfləsin. Adam şəxsi fikridir də. Qrup nə üçündür ki? Nə siz yazır? Söhbət gedir də burada. Yox. Nə sizdən ki, yəni sırf maşına aid də durub orada da başqa bir şey. Burada bir nəfər yazıb ki, Nə yazıb? bir kişi yazıb, ağsaqqal kişidir. Layiq Hüseynov. Yazıb ki, arvad istehsalıdır Opel. Ağsaqqal bir araşdır. 1937-ci ildə Nə istəyirsən? adam Opel adında bir Almaniyada insan doğulub. Bu adam da arvad deyil, kişidir. 37-ci ildən də, yəni 40-47-ci illərdən uje yavaş-yavaş başlayıblar istehsala. Tutanmadım. Birinci UAZ istehsal olunub. Ən birinci tikiş maşınları olub. Yəni Opelin adı. Sonra keçiblər UAZ-lara, bir dənə UAZ buraxıb. Yekə bir dənə Qurzavoy kimi. Ondan sonra İlk buraxılış neçənci ildə olub? Sırf avtomobil. Allah, o tam yadımda deyil. 47 O sənin yadında olmalıdır. Yox, yox, onun Sən əzbəri əzbər yadımda bilmirsən. deyil. Opelin daş qoyanı deməli Opel. Doğruluğu bilirəm. Bəli, bəli, adam Opel. Yaradıcısı adam Opeldir. Opel daş qoyanı. Volkswagen daş qoyanı kimdir? Ferdinand Porsche. Hə, Porsche doğrudan. Allah rəhmət eləsin. Amin. Dünya satışına görə ən çox satılan avtomobil markası Volkswagen markasıdır. Qardaş, hansı statistikadır o? Qardaş araşdırın da. Azərbaycan Dünya aiddir. statistikasına görə mən bildiyim Azərbaycanda qədərlə ən çox Azərbaycanda satılan çox avtomobil aşağı. Toyota Corolla olmalıdır. Düz bilirəm. Mən səhv eləmirəm orada bu mənə. Toyota Corolla-dır da qardaş. Volkswagen, o Toyota da ilk sıralarda olub, birincilikdə olub bir müddət. Olub, Amma yox. Volkswagen-də dəfələrlə dünyada Mən o ilk statistikanı yerdə olub. görməmişəm. Qaraj Görürsən onda sən Volkswagen Heç nə bağlı heç bilmirəm. araşdırmamısan da. Pis Mənfiləri yazmısan, görüm motor nə vaxt dağılır, tarafkası necə dağılır. Pis maşın olsa VAG qrup avtomobillər dünyada bu qədər satılmaz deyə Sənan Hüseynov Görsən yazır. qardaş, Bu da kimsə sənin adamlarından da. yox, valla mənim adamdazım yoxdur. Klubumuz ola Passat bilər. gedən yolları Çeşka Sürənlərdir. yatsa yuxusunda görə bilməz. Dağ yolların belədiyə Bax, Laçında bir dənə B5 var, dostumuz Laçında sürür. Bax, bu Aha. qarlı, havalı yolu. Özü tez qrupda video paylaşır. Aha. İnandırım sizi, o Passatın getdiyi yerlərə mən gördüm. Deyirəm, vay, bu maşın necə çıxıb ora? Videosu məndə var, göstərərəm. Passatın ora çıxa bilməz başqa avtomobil. Çıxar, yəni sən necədir? Elə yollardır ki, yəni deyirik yolsuzluq maşın Bəli, belə bir şey. bəli, Yəni bəli. sedan üçün ora, yəni belə bir şey gəlir. Bu necə gedə bilər? Polo 2008 hatchbackdir. 297 mindən artıq yürüşü var. Şəkli göndərin Sənan Özdə bəy. 1.4 motordur, DSG korobkadır. Bəs deyirsən adamı tanımıram. Kimi? Yox, Polo-nu deyirəm. Hə, Polo. Hatchbacklər bilirəm ki, DSG-dir, 1.4 motordur. Tamam. Asəf bəy yazır, salam 11 ildə Opel Astra F sürürəm, problem yaşamamışam deyir. Bax yazı göndərir. Yaşamarsınız da, Alman brendidir. Volkswagen də Alman brendidir də. Müəllim Nissan X-Trail 2013 necə maşında nə yağı tökə bilərəm? Hava olayın qardaş. Bax hava olayın. Marka burdadır, adı üstündə hava olayın. Sonra Həmən qardaş bax burada gəldi, Laçında elə yolları pasa. Bax mən qardaşı deyirəm. Bəhruzdur qardaşımızın adı. Həqiqətən də yəni dedim insan özü gəldi, təsdiqləyə bilər. Laçında elə yolları Passatdan gedirəm. Niva gedir məndən ora ancaq deyə yazır göndərir. Görürsüz? Opelin belə doğrudan yolsuzluq avtomobili var. Elə o getdiyi yerlərə Opel 1.3 dizeldə gedər. Şəkli var məndə, göstərərəm. Laçında dağın üstündə, Kəlbəcərdə. Qarda. Hə, qarda özdə. Hı. Belə Bir də sürücülər də çox şəxsəldir. Adam var ki, ciplə gedir batır. Hətta sürücüdən çox şəxsdir. İndi o sürücü. Keçən dəfə qar yağmışdı. Qabaqda bir dənə maşın gedir günəşin podyumunda. Aha. Hamı bunu gözləyir ki, yetsin. Düşüb gəlmişik ki, bəlkə insan nəsə olub da. Deyir qardaşım, siz deyir ayaqları məsəl sürəmirəm. Siz nə məcburda o vəziyyətsən, sürəmirsən, çıxmısan yola. Hə, qorxur. Qorxuram deyir. İndi Ülvi keçəcək masaya. Bizə detallar gətirib, ehtiyacları gətirib. İzləyin, ayrılmayın bizdən. Ehtiyaclarla bağlı, Opelin detallarına bağlı bizə məlumatlar verəcək. Və onu da qeyd edim ki, Ülvi ümumiyyətlə Opeli çox sevir. Opelin təmiri məsələsinə O qədər çox sevir ki, Hyundai sevir. Hə, Hyundai sürür amma həyatda Opel saxlayır bir dənə. Opel klubunun admini Ülvi dostumuz ehtiyacları gətirib, Opelə məxsus. İndi onlarla bağlı bizə məlumatlar verəcək. Mən dedim ki, Ülvi,
hansı maraqlı detalları var, yəni aktual mövzu var Opeldə bir gətir ki, sürücülərimizi bir maarifləndirək. Opel sürücülərinə bir məlumatlar ötürək. O da bax bu qarşımızda gördüyünüz detalları gətirib ki, indi səndən informasiya istəyəcək. Niyə məhz bu detalları seçmisən? Salamlayıram hər kəsi. Deməli bu EGR detaldır. Bu bir çox modellərdə var, Opelin bir çox modelində. Əsas bu təzə modelin üçün gətirmişəm. Təzə deyəndə yəni 2004-dən 2010-cu ilin Opel Astra H, Corsa C, Corsa D14 motorların EGR-lərindən biridir. Tam göstərim. Bu mahiyyəti nədir? Yəni işlənmiş qazları təmizləyir, təzədən motora qaytarır. İşləməyəndə bunun içində yaxından götürə bilirsinizsə, burada klapan olur. Bunun içində balaca klapan var. Bu klapan açıq qalır və yaxud bağlı qalır. Açıq qalanda maşında sönmələr olur. Yəni öskürək kimi boğulmalar verir maşına. Benzin sərfiyyatını artırır, injektorun işığını yandırır və elə olur ki, bu bağlı qalır. Girir bura içinə, misal üçün çıxmır, belə deyim, ya da belə olur. Hər bir halda EGR əgər işləmirsə, aşıbqa kimi injektorun işığı yanır. P04 04 00 0401 02 03 aşıbqaları verir. Xarab olanda bunu necə bilirlər? Yəni kompüterə salanda aşıbqalar çıxır o öz yerində. Ondan sonra aparırlar, misal üçün bunu yuyub təmizləmək də olur. Yuyub təmizləyəndən sonra düzələ də bilər, düzəlməyə də bilər. Amma 90% bunun içində motor içində problem varsa, yəni iç klapanda, bu işləməyəcək. Yəni yumağın mənası yoxdur. Ona görə bu zubor dəyişilir. İşlənmiş qiyməti ölüxanlarda 60-80 manat arası olur. Təzəsinin də qiyməti firmaya görə 100 manatla 120 manat, 150 manat, bəzən 200 manata kimi qalxa bilər. Açıq qalanda elə bir ki, əlavə artıq qazları təzədən motora verir, yəni çirkli qazları. O da problemlər yaradır. Yəni, maşına ən pis variantda maşına sönmələr verir. Və yaxud bir də bunun bir dənə də variantları var ki, yəni başımıza çox gəlir. Misal üçün satırıq, gedirlər, qoyurlar, görürlər ki, düzəlmədlərdir. Bu nə ola bilər? 2 dənə 3 dənəsini dəyişsən yenə düzəlmir. Usta deyir ki, yenə aşpika qaldı, getmədi. Elə olanda deməli EGR-dən beyinə gedən şnurlarda hansındasa karotka var. Ona görə beyin EGR-i görmür. Və yaxud sizdən əvvəlki maşının sahibi EGR beyindən ayırtdıra bilər. Onu adi bir belə deyim, elektron şik yox, adi bir ustaya getsən, kompüterə salan bir ustaya. Salır kompüterə deyir EGR aşpika verir. 10 dənəsini dəyişir, deyir yenə EGR aşpika verir. Hər dəfə də sənin pulu alır. Halbuki bu bilməlidir ki, bu beyindən ayırtdıra bilərlər bunu. Beyindən ayırtdıranda ancaq təzədən gələ praşifika oluna, gedə beyin ustasına, o da əlavə xərcdir. Elə avtomobillərdə, yəni 2-3 dənəsini dəyişən avtomobillərdə EGR-i dəyişməyə məsləhət bilmirik. Elə bir dəfəlik bura bir dənə hel qabı deyirlər, kəsirlər, qoyurlar, ştikerini çıxarırlar, beyindən bir şey ki ayrılıb. EGR sistemi sizdə işləmir. Amma elə olanda avtomobil artıq benzin yandırır. Yəni 3 litrə kimi, 4 litrə kimi, bəzən 5 litrə kimi artıq sərfiyyat yaradır. Bu qədər. EGR məsələsindən bu qədər. Yağın datikidir. Bu Chevrolet Cruze 1.4-dərdədir. Opelin bütün modellərində var demək olar ki, Astra H modelində həmçinin, Astra C modelində, Vectra B-lərdə. Bunun ştikerini mən niyə gətirmişəm? Bunlar universal ştikerlərdir. Sırf yağın datikləri üçün istehsal olunur. Deməli, bu yağın datikləri 2 cür xarab olur. Bunun içində balaca klapan olur. Burada düzü düşməyəcək. Bunun içində klapan olur. Bunların orijinal variantları var və patelka variantları var. Orijinalları 15-20 manat civarında olur. Ucuzları 10 manat, 8 manat civarında olur. Ucuzlarında bu klapanlar yaxşı işləmədiyinə görə içindən yağı saxlamır. Yağı verir bura ştiker yerinə. Ştiker yerinə də verəndə buradan bu cür olur da elə bir maşının üstündə. Buradan başlayır yağlar axmağa, maşının böyür remeninə tərəf düşür. O qədər axa bilər ki, hətta bundan. Bir də baxsın ki, motorda bütün yağ axıb gedib o dərəcə. Yəni söhbət bunun gedirməsindən gedir, bəli, orijinalından yox. Orijinallarda heç nə, burada problem olmur. Bəzi vaxtlar isə bunun bu sarı göstərim, burada çıxmalıdır bu. Bu sarısı olmur. Ustalar nə vaxtsa motor yığırlar. Unudurlar onu qoymağı. Bu çıxaranda bu zavodlarda tərpənir, yağlı olur da, bilirsiniz, işlənmiş olur. Enlənir deyə düşür bu. Düşür gedir, müştəri də götürür, ya usta götürüb onu taxır burayı və yaxud çenikə verir ki, götürür yığır. Yəni bəzi ustalardan söhbət gedir, peşəkarlardan yox. Bunu taxırlar belə, bu burada yağı qoruyub saxlamalıdır. İşlənmişlərdə biraz nisbətən yağı vermə ehtimalı var. Bu burada olmadığına görə burada yenə yağlanmalar olur. Bəli. Müştəri də elə bilir ki, bu dəfə yağın datiki xarab olub. Götürür yenə yağın datikini dəyişir, bu yenə qalır belə bu vəziyyətdə. Təzədən yenə bir üstündən 3 gün, 4 gün keçir, görür yenə yağlanma var. Dərd düzəlmir də, bildiniz necə? Bunun da tək saniki satışda olmur. Bunları əsasən gətiririk, bu belə datik satılır. Buradan beləncə şunurdur, bu zalaq olunur. Bir dənə tək çıxışı var bunun.
Bəli. Yəni, yanmayan izolentlə bunu bağlayırlar qəşəng. Vəsə. Bəs problem getdi. Digər? Köhnə modellərə də bir detal gətirmişəm. Bir dənə gətirmişəm orijinal Topran firmasından. Şeytan qulaq datçiki deyirlər, el arasında qazın datçikidir bu. Aha. Polinjektorlardan söhbət gedir. Elektron zasyonkalardan yox da, yəni. Köhnə zasyonkalardan. Bunlar da daxildə Astra F-dir, Vitadır, köhnə Corsa A-dır, Vectra B-dir, Vectra A-dır. Astra C-nin 1.6 Ekatek, 1.4 sadə motorları, Vectra B-nin 1.6 Ekatek motorundan söhbət gedə bilər. Yəni, diqqətlə qulaq assınlar. Bu heç bundan sonra gələcəm. Bu avtopasosdur. Deməli, bu havanı nizamlayır zasyonkada. Bunun görürsünüz ağzı belə bağlıdır. Zamoku açanda bu bura kimi uzanır. Aha. Bu uzananda hava basıncını orada özü dövriyyələşdirir də, yəni necə deyim sizə, nizamlayır hava basıncı ki, zasyonkaya hava necə girsin, çıxsın, yəni maşından sonra motora da belə deyim. Bu düzgün işləməyəndə bu və ya açılmır, xarab olanda yarımçıq açılır. Və yaxud bu çıxır, uzanır bura kimi. Bura kimi uzananda bu havanı nizamlaya bilmir. Bunun öz dərəcəsi var. Bu da hər firmada özünü doğrulda bilmir. Yəni müəyyən bir işlədiyimiz firmalar var ki, indi biz bilirik ki, hansı firma gedir, bez problem qayıtmır, hansı firmanı verirsən, 2-3 gündən sonra problem çıxardır. Yəni bu orijinal firmaları, orijinal yəni təmiz orijinal GM deyirlər, sadəcə işləyən firmalardır, brend firmalar. Brend firmalar rahat 1-2 il, 1 il azı işləyir. Amma misal üçün ucuzlu variantlar olur ki, verirsən, o Jiguliyə də gedir, baxırsan, Nexia da gedir. Verirsən, baxırsan 3-4 gündən sonra gəldi ki, işləmir. Ya 1 aydan sonra gəldi ki, işləmir. Bunlar ikisi bir-birinə bağlı detallardır. Biri havanı nizamlayır, birin qazı nizamlayır. Qazın datçiki deyirlər. Onun burada sxeması var içində. Bu hər bir firmanın öz işləmə funksiyası var. Orijinal firmaları yenə qazın dərəcəsini özü nizamlaya bilir. Yəni çox qaldırmır qazı. Xarab olanda bu əsasən nə edir? Xarab olanda qaz ya baxsan ki, ayağı qaza qoymamısan, qaz qalxıb taxometr göyə. Maşın qazda işləyir. Həm benzin artıq yandırır və yaxud da görürsüz ki, heç qaz yoxdur maşında. Qaz versən maşın yerimək istəmir. Tutanmırlar, söhbət nədir? Mexanikalarda çox elə bilir ki, çaşka ferodo problemi ola bilər. Onun biraz başqadır, amma müştərilər indi başa çıxmır. Elə bilirlər ki, problem çaşka ferododadır və yaxud benzin nasosdadır. Da bilmirlər ki, balaca bir detal qazı düzgün nizamlamır deyə çaşdırır. Bu öz yerində. Avtopostda da problem olanda bunda havanı nizamlaya bilmədiyinə görə səhərlər soyuq motoru əsasən qışda bu çox problem yaradır. Səhərlər xodladın, baxsan ki, aborot yoxdur maşında. Aşağıdadır. Bəli. Yəni professional adamlar bilirlər ki, yəni ustalar da buna baxan bilirlər ki, problem avtopasosdur burada. Qızandan sonra görürsüz ki, yavaş-yavaş qalxır, öz yerinə çatır. Amma səhərlər soyuq motora baxırsınız ki, aşağıdadır və yaxud da bir dəfə xodladın, görürsən aşağıdadır, bir-iki dəfə qaz verirsən, görürsən yavaş-yavaş qalxır. Sadə motorlarda bunları tək-tək dəyişəndə effekt verir. Amma Ekatek motorlarda çox rastlaşmışıq, hamısında deməyim, yəni 50-50-yədir. Avtopasosu verirsən, müştəriyə gedir, üstündən bir müddət sonra keçir, gəlir ki, işləmədi. Deyirik, nə edir? Deyirik, işte, bu qalxır, çox qazda qalır. Biz tuturuq ki, həmən bu da dəyişməlidir. Qazın da tipi, yəni şeytan arasında şeytan qulaq deyirlər. Şeytan qulaq da dəyişməlidir. Bu dəyişməyəndə bu uyuşmur bir-birinə, bildiniz necə? Tanımırlar. Bu əsasən Ekatek motorlarda olur. Yəni 16 klapandan söhbət gedir. Sadə motorlarda 8 klapanlarda belə bir şeylə çox rastlaşmırıq. Əsasən birini verirsən, gedirlər. Bir də bu da firmanın kodu görsənməsin, yaxından götürün. Bunun burası ağ olanlar var, ağ rəng olanı, yəni belə açıq rəng olanı. Bir də var burası splaşnoy belə qara rəng olanı, bu üstündən söhbət gedir. Bu ağ rəng olanlar sadə motorlar üçündür. Qara rəng olanlar Ekatek motorlar üçündür. Çox vaxt dükana gedib alırlar. Məsəl üçün əsasən rayon yerlərində rastlaşırıq və yaxud bəzi peşəkar olmayan ustalar var. Götürür elə 0.15-ə gedən datikdə eyni bundandır. Yəni 0.9-0.15-də də eyni bundan var. Eyni şey, eyni detaldır. Sadəcə olaraq kod söhbəti var, içində sxeması söhbəti var. Gedirlər 10 manat, 15 manat verib alırlar, baxırsan düzəlmir. Və yaxud ki, deyir Ekatekdir, götürür bu həmən bu ağı verir, mənim əlimdə olanı sadəni. Apar qoy işləyəcək. Aparır qoy işləmir. Gəlir deyir qaytarmıram. Elektron detaldır. Yəni buna sübut edək ki, sən səhv vermisən. Onda başı çıxmayan adam olanda ortada pul gedir, vaxt gedir, belə bir şeylər. Yəni bu qədər incəliklər var yəni. Əlavə olaraq bu köhnə modellərdə zasyonkanın böyründə onu gətirə bilmədim, əlimizdə yox idi. Balaca belə klapan var, kəpənək deyirlər. 4 dənə boltla bağlanır, regulovkasıdır. Общий zasyonkanın regulovkası ondan asılıdır. Onun böyründə balaca belə ulduz açar yeri var. Bəli. Yəni bir dənə xahişim odur ki, onu ustaya getməmiş, açıb onu heç kim barmaq eləyib nəsə müdaxilə eləməsinlər. Ona müdaxilə oldu, zasyonkanın regulovkası qaçır. Onunla da o zasyonka düzələn bir şey deyil. Gedib zubor 120-150 manata zubor общий zasyonka almalıdırlar ki, onun dərdi düzəlsin. Ona görə bunu dəyişirlər, bunu dəyişirlər. Tək farsonkanı dəyişirlər, yenə də düzəlmir.
Bu qədər. Allah, çox ətraflı məlumat verdin. Buna görə minnətdarıq sənə. Dəyərli dostlar, Opel klubunun admini Ülvi dostumuz bizə köməkli göstərdi, sağ olsun və biz qayıdırıq yenidən yerimizə. Elgiz bizi orada gözləyir. Opel və VAG avtomobil üzərindən suallarınızı verə bilərsiniz. Volkswagen Garaj Azərbaycanın admini Elgiz dostumuz buradadır. Opel klub Azərbaycandan Ülvi bəy buradadır. Sizin klubda neçə admin var? 2 admin 5 moderator. 2 admin, 5 moderator. Bəli. 7 nəfər. Sizdə? Bizdə 5 admindir, moderator yoxdur. Yaxşı amma sayın bilirsiniz. Mən ancaq klubu xatırlayıram ki, ümumiyyətlə orada neçə admin var, neçə moderator var, heç bilmirlər. Necə? Nəzarətsiz klublar çoxdur. Hə, yəni bilmirlər. Elə kimsədir mən admin olum deyəsə oldu admin, hə, olur admin. Mən moderator olmaq istəyirəm, olur moderator. Yox, biz seçimi moderator arasında seçimi necə aparırıq? Klubun ən aktiv üzvləri, yəni tanışım, dostum yox. Hə, qrupun özünün üzvü olur yəni. Və ən əsaslı şərt budur ki, Volkswagen sahib olmalıdır. 7 deməli şəxsin o idarə etmə heyətində 7 şəxsin hamısı Volkswagen sürür. Bəli. O nə maraqlı. Bizdə də elədir. Amma məsələn Opeldə elə deyil. Yox. Düzdür, Ülvi deyir, amma Bizdə məndən başqa 4 admin var. 4-ündə də Opeldir. Birində Vectra B-dir, birində Astra H-dır, ikisində Astra H-dır, birində də Astra C-dir. 2010-12 Opel almaq istəyir. Opel Astra H. 2010-12. Benzin yoxsa 2010 dizel? H var, son modeldir. 2012 J modelidir. Dizeldə benzindir, ikisi də məsləhətdir, hansını istəsəz ala bilərsiniz. J-nin benzini kruz motorudur. Yəni İstəyir sadəsini o. alsanız yaxşıdır, amma turbo kruz motorudur birəbir. Yəni onu biraz məsləhət bilmərəm. Amma H-ların motorları sadə motorlardır. Aha. Aralarında zapsasda J nisbətən daha bahadır, nəinki H. Yəni H çox ekonomdur zapsasda. Gedin, deyir gözləyin, gedim çəkim gəlir. Yox, şəkli gözləyirik biz, göndərin bizə. Və bizə gələn mesaj nə ilə bağlı? Son təxminən son 10 ildə 2014-2024-də dünyada ən çox satılan avtomobil markalarının reytinqi tam dəqiq yekunlaşdırma çətin olsa da illik satış məlumatları və müxtəlif mənbələr əsasında. Hə, tamam. Bu ChatGPT-nin köməkliyi edib bir dinləyicimizə. Daha çox satışdan danışırdıq ha. 0018 bizə məlumatlar göndərib. Toyota ən çox satılan avtomobil markasıdır. Sonra Volkswagen daimi yüksək satış. Volkswagen uzun müddət Toyota ilə rəqabət edib və çox böyük qlobal satışlar edir. 2024-də də milyonlarla deməli vahidlə ikinci yerdədir. Yəni bir çox satışla. Sonra Hyundai və Kia gəlir. Hyundai Motor Group da 3-cü pillədədir. Belə deyim də. Yəni satışda öndədirlər, amma Opel hardadır onu hələ ki 1982-ci ildə dünya bazarında 19 milyon Corsa satılıb. Rekord. Elə bir rəqəm, elə bir il dedi ki, gərək 82-ci il araşdırın. Gedin araşdırın. Hə. Amma belə bir statistika sənədə var. Əsas məsələ odur ki, 82-ci ildə ya. 82-ci ildə heç yox idi və biz 82-ci ildə mən yaşlı, o qədər yaşlısan. 85 dəvəlidir. Hə, döyüşdə yox idin da səndə. Əlbəttə yox. Dəyərli izləyicilər, siz də suallara baxaraq Qəzeti bizə var, göndərə yəni bilərsiniz. Ülvidə qəzeti var. O vaxt qəzet. Mən şeir yazmışam. Opelə Hə. səsləndir də. Deyir, Opel sürürəm, yol öz açılır. Motor oxuyur, ürək rahatlaşır. Volkswagen baxır, servis axtarır. Usta ilə dostu cib boşalır, qaçır. Gör, Opel Alman ağlı, sadə və möhkəm. VV-də ad var, amma dərdi lap aləm. gör Opel buna nələr yaşayır. O şeir yazıb. Bilib ki, bugün gələcək Volkswagen Hazırlaşıb gəlmişəm. hazırlaşıb gəlir. Bir şeir yazıb, yəni. Valla mən bu ya şeir yazsa aldım. Boş vaxt çox deməm. Gələn dəfə sən də bir dənə şeir gözləyirik səndən. Ülvi, sənin belə bir maharətin olduğunu mən bilmirdim, açığı. Arada gəlir gedir. Onu Tort yeyəndə qızışıram. tortumuz da var. Elgi sağ olsun, əli dolu gəlibdi. Və izləyicilərimiz də ekranı bəyənək zəhmət olmasa, sizə bir məlumat da vermək istəyirəm. Nanofar yanğın söndürmə balonları ilə bağlı. Bunu ümumiyyətlə hər çəkilişimizdə, hər efirimizdə Gələn dəfə mən məlumat verirəm sizə ki, ümumiyyətlə bax təhlükəlidir də bu ümumiyyətlə yanğın məsələləri. Diqqətli olmaq lazımdır. Nəsə demək istəyirəm deyəsən. Volkswagen saskalarını gətirərəm mən. Ha, var elə bir şey. Satışda var elə bir şey də orada. Öz işçilər üçün buraxıb. Öz işçiləri üçün. Bəli. Bizdə nə gəzir ki o? Almaniyada olmalı deyil o. Almaniya bizdə yoxdur. Almaniyada. Bəs deyirsən gətirəcəm. Top nə var ki gətirmədi? Bu dəqiqə
Gətirəsən dadına baxarıq. Bir dənə də şeir deyim. De. Qardaşım. Deyir, Opel minən yolda kef eləyər. Açarı çevirən kimi motor dilə gələr. Volkswagen minən kapot açar. Bu sensor niyə yandı deyə başını qaşıyar. Opel sadədir, ürək kimidir. VW prestijdir, amma cibin düşmənidir. Baxın, tarixə həkk olacaq bu sözlər deyirəm. Yazıyı hamısını kəsib paylaşacağıq Bəli. usta. Partladın getsin. Passat Allah köməyin B5 olsun. Opel ustasıdır. Nəinki şeir, hətta əsər yazar deyir, yazı göndərir. Düzdür. Passat B5-dən bağlı Dəyanət bəy bizə şəkil göndərməyib, şəkil göndərənlər var. Yavaş-yavaş da biz canlımızı yekunlaşdıracağıq dəyərli dostlar. Ehtiyat hissələrlə bağlı Status Avto mağazalarına yaxınlaşa bilərsiniz. Kim ki keyfiyyətli bir məhsul axtarırsa, Status Avto mağazalarının 3 filiallı xidmətinizdədir. Sumqayıtda, daha sonra Yasamalda, Xətai filialda fəaliyyət göstərir. Yəni 3 filialla xidmətinizdədirlər. Status Avto mağazalar şəbəkəsinə yaxınlaşıb zəmanətli detalları da oradan əldə edə bilərsiniz. Mənim xalam oğlu Golf sürür. Elgi sağ olsun, sürətlər qutusu ilə bağlı problem yaranmışdı, yönləndirdi və kömək elədilər deyir, yazır göndərir. Borcumuz da qrup nə üçündür? Bizim klubun admini də ha. Bax bir dənə söz deyim. Ölkədə bəlkə də bu təsdiqləri qurumcular yeganə bəlkə klublardan biridir ki, kimsə paylaşım edəndə orada ilk komentar moderator adminlərdən gəlir. Yəni başına buraxmır. Adam ki getsin özünə öz çarəsinə baxsın. Sıraz orada köməkli olunur. O bizdə də elədir. Yönəlmə var. Ha, o bizim qrupda da elədir. Yəni bu belə olmalıdır. Yoxsa mən açım buraxım. Adam da bir nəfər də gəlir orada dələduzun bir şey yazır. Yönəldir başqa yerə gedir. Maşın düzəlmir, xarab olur, sonra da nə olur? Volkswagen pis maşın olur. Biz də efirimizi yavaş-yavaş yekunlaşdıraq. Opel klubunun admini Ülvi dostumuz burada oldu. Ülvi, bir dənə şeir denən... Yox, oji gəlmir. Hə. Təbii gəlmir. Oji təbii gəlmir. Çox xoş oldu gəlmək. Sağ olun hər şeyə görə. Dəvət edirsiniz. Maarifləndiririk. Gələn səfərdə inşallah başqa bir dənə. Gələn dəfə klublarla- hansı klub admini ilə bura gəlmək istəyirsən? Üzböz. Mənim üçün Sən Opel olaraq kimdən efirə çıxmaq istəyirsən? vallahi Chevrolet klub da ola bilər əslində. Sonra bir neçəsini denən də bizdə də alınsın görək. Chevrolet ola bilər, sonra başqa. Sən BMW ilə gəlib danışa bilərsən, Üzböz. BMW ilə- Opel yoxsa BMW. BMW ilə nə danışaq gəl. Razılaşırıq hər şey, demirik? Fərqi yoxdur. Kimdən istəyirsiniz dəvət eləyin. Mənim hədiyyəni Ülvi ilə göndərin. Başa düşmədim. Anar bəy idi ki, 297 minuda. Deyirəm nömrə tanış gəlir sən. Anar bəy siz qalib olmadınız. Yox. Ülvi çox sağ ol, minnətdarıq sənə. Xoş oldu həqiqətən də. Sağ olun, sağ Və olun. həqiqətən də elə bir şəxsdir ki, Elgiz dostumuz bu VAG avtomobillərini ümumiyyətlə çox sevir. Sosial şəbəkədə kimsə VAG-dan danışırsa, mən hər dəfə orada Elgizi işarələyirlər, taq eləyirlər. Onu orada görürəm. Çünki bilirlər ki, bu adam bu avtomobilləri çox sevir. Ona görə də onu orada istər-istəməz əsəbləşdirməyə çalışırlar. Və bu gün də gəldi, Volkswagen Garaj Azərbaycan adından danışdı. Buradan da mən bir daha təşəkkür edirəm dəvət üçün. Hər zaman uğurlarınız bol olsun. Volkswagen üzvü olmayan Volkswagen sahiblərinə də Facebook, TikTok, Instagram üzərindən Volkswagen Garaj Azərbaycan yazaraq qrupa üzv olub və orada yararlana bilər. Deməli Volkswagen Garaj Azərbaycan üzv ola bilərsiniz VAG sevənlər və bir də Opel Klub Azərbaycan yazmaqla Bəli, siz də Facebookda canlı Opel Klub Azərbaycan yazsız, qrup gələcək Azərbaycan bayrağı loqosunda. bəli. 35.000 üzvümüz var. Sizdə isə 6000 nə qədər? 6200. 6200-də üzvünüz var. Siz də qoşula bilərsiniz. Dəyərli avtomobil həvəskarları və avtomobil sevənlər. Biz isə bu günlük də işimizi sona çatdırırıq. İnşallah ki, gələn efirlərdə görüşmək ümidi ilə. Hələlik. İnşallah. Allah amanında. Sağ olun.